Hardasan, hə? Sanır, qaqanı səndən min dəfə ağıllıymış. Anam, bacım, qız gəlin. Əli ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. İndi başa düşdün hardaydı? Yaxşı, yaxşı, bəsdir. Bəxtiyar, sən bizdən çox oxumsan. Səndən bir şey soruşmaq istəyirəm. Buyur. Bir də görək başqa millətlər də bizim kimi bir-birini qırır. Başa düşmədim. Beləm, bir təhər millətiyə. Götürək məni. Gözümü açandan güllə səsi, ağlaşma eşidirəm. Yəni dediyim odur, biz müsəlmanların alında yazıb ki, bir-birini qıraq, qanunu tökək, axırına çataq, hə? Məsələ yazı pozu məsələsi deyil. Dünya qurarından bəri fağır zalimlə vuruşub, aç toxla. Ona görə də qan tökülüb. Məmləkətlər dağılıb, şəhərlər, kəndlər viran qalıb. Buna görə də zalim oldu, ancaq buna görə. Çox çəkəcək bu qovuğa dəvət? Bilmirəm. Gecəniz xeyrə qalsın.